Bax, yığırsan 190, Google'a girdin, Hı. Wi-Fi-yə qoşulu halda. Girdin Google'a, yazsan 192.168.0.1. Hı. Vurursan axtarışa belə bir yer gəlir. İndi mən kod qoyuram da 2 dənə gəlib. Səndə bir dənə gəlməlidir. Ya da ikisi də gələ bilər. Bura yazsan 1, 2, 3, 3, 2, 1, AZ. Həmçinin 1, 2, 3, 3, 2, 1, AZ. Start verdik, girdik. Hər dəfə yazılır bu yoxsa? Hə də giriş kodudur. Ki, hər gələn keçən girənməsin. Bax, burada balacalaşdırırsan, burada Vireless var. Vireless'in üstünə vursan, çəksən bu tərəfə, bu addır. Hı. Vurursan məsəl üçün bura adı silirsən, istədiyin adı yazırsan, save vursan ad dəyişir. Bu quş işarəsini götürəndə düşür gizliyə. Bunu təzədən belə yaşıl eləyəndə açıqda olur adı, görsənir. Biz birinci kodunu dəyişməliyik. Və burada Vireless Security var. Vursan onun üstünə, gəlir burada kod. İndi kodu nə qoyuruq məsəl üçün? 1990-1992. 1990-1992. Düzdürmü? Bax, düşdük aşağı. Burada Save var, Save, yaddaş. Vurduq buna, indi kod dəyişik. O qeyri kodla mən istədiyim adamı qoşa bilərəm. Hə, qeyri kodla qoşdun heç. Bəlkə açıqda qalsın, çox uzağa getməyəcəksə. Problem yox. Açıqda qalsın. Bax, gələk biz 90-92-nə qoşulaq. 1990-1992. Qoşulduq. Təzədən girdik bura beyninə. Bağlayayım mı deyəm? Yox. Bax, 01-ə girdik, gəldik. Adını dəyişirik indi. Adı nədir ki bu qaldı, dəqiqə? Tiplink-dir dəqiqə, bax. Tiplink 3416. Kəyan 9922 yaz. Kənan, Kəyan, yoxdur, yaz. K, Y, Y, Ana, Kəyan, 9922. 9922. Quş işarəsini götürsək düşür gizliyə. Götürməsə açıqda qalır. Save vurduq, düşdü yaddaşa. Bağlaya bilərsən videonu.